Sabahınız xeyir, yeni video ilə qarşınızdayıq. Bu dəfə sizə yenə də maraqlı bir mövzudan danışmaq istəyirəm. Excel-də rəng kodları haqqında, ümumiyyətlə rəng kodlarının məntiqini izah eləmək istəyirdim. Gəlin başlayaq. Yəqin ki, müəyyən qədər məlumatınız var. Artıq bəzi şirkətlərdə, hər hansısa bir dizayn işlərində və sairə rəng həqiqətən də çox mühüm əhəmiyyətə malikdir. Xüsusən də loqolarda, şirkətin brend, belə deyək, imicinin formalaşmasında konkret rənglərdən istifadə olunur. Həmin rənglərdən kənara çıxmaq olmaz. Bunu daha sonra biz hazırladığımız rəsmi hesabatlarda, qrafiklərdə, dəşbordlarda da istifadə edirik. Ona görə tam dəqiqliklə eyni rəng kodunu almaq üçün biz nə edirik? Excel-də bunu necə edirik? Belə bir cədvəl üzərində işləyəcəm. Görürsünüz ki, cədvəlim sadə bir cədvəldir. Başlıqları müəyyən bir rəngdədir. Deməli, əgər maraqlı olsa sadəcə deyə bilərik ki, okey, bu cədvəli kopyalayıb sadəcə formatını aşağıya yapışdıra bilərik və eyni rəngi saxlaya bilərik. Amma məhz həmin rəngin eyni formada alınmasını hardan bilə bilərik? Yəni bu rəng kodunu hardan tapa bilərik? Mövzuya keçməmişdən öncə deyim ki, Excel-də iki cür rəng kodlaşdırmasından istifadə olunur. Bunun adı biri RGB-dir. Yəni RGB deyəndə R sözü red, qırmızı sözünün birləşməsindən, G green, yəni yaşıl sözünün birləşməsindən, B isə blue, yəni göy sözünün birləşməsindən yaranıb red, green, blue. Əsas 3 rəng sayıldığına görə, yaşıl, qırmızı və göy, ona görə yerdə qalan bütün digər rənglər, baxın, məhz bu 3 rəngin əsasında formalaşır. RGB kodu nədir? Excel-də 0 və 255 simvolu arasında dəyişən kodlardır. Məsələn, deyək ki, qırmızı koduna biz 87 təyin eləmişik. Gəlin bura qeyd edeyim 87-ni. Dəqiqə böyük ehtimalla burada formatı. Okey, 87. Green deyək ki, 122-dir. Blue'nu da götürək 60. Bu 3 dənə rəng kodunun birləşməsi görə bizə hansı rəngi verəcək? Bunu necə eləyə bilərik? Hansısa bir xanadayam, gəlirəm home menüsundakı adi bildiyimiz rəngləməyə. Burada görürsünüz standart rənglər verilir. Əgər bizə bu rənglər lazım deyilsə, keçirik more colors edirik. Hətta burada da standart rənglərdən istifadə edə bilərik, amma bizə lazımdır custom bölməsinə keçək və color model görürük. Rəng modeli hansıdır? RGB. Əgər bu düyməni açsaz, siz orada digərini də görəcəksiniz. HSL. Bunu da izah eləyəcəm növbəti dəqiqələrdə. Hələ ki RGB ilə baxaq. Baxın, red, green, blue. 3 dənə rəngin kombinasiyasıdır. Və bunları mütləq şəkildə 0-dan 255 deməli ədədini təyin etmək lazımdır. Məsələn, mən burada deyək ki, 300 kodunu qeyd eləsəm, Excel mənə belə bir bildiriş verəcək ki, mütləq şəkildə bu 2 dənə ədəd arasında olmalıdır. Götürək deməli, dediyim kimi 87-ni, green götürürük 122-ni və blue-nu təyin eləyirik 60-a. Artıq baxın bu hissədə bizə həmin rəngin özünü göstərir. Ön görünüşdə OK düyməsini basanda görürəm ki, baxın bu 3 koddan ibarət olan rəng həmin bu rəngə uyğun gəlir. Digər rəng modeli ümumiyyətlə təkcə Excel-də deyil, digər rənglərlə işləyən müxtəlif sahələrdə RGB-dən əlavə hex kodu adlanır. Hex sözü deməli hexadecimal sözündən götürülüb. Baxın belə, biz onu qısa olaraq hex deyə adlandırırıq. Yazılış forması nədir? Mütləq şəkildə əvvəlinə diyez işarəsi, yəni hashtag qoyulur və ondan sonra 6 dənə simvol gəlir. 1, 2, 3, 4, 5, 6. Bunun da başlanğıc nöqtəsi, yəni ilk deməli dəyəri 0 olmalıdır. Ən son nöqtəsi isə 6 dənə F hərfi olmalıdır. İndi gəlin bunu da izah eləyək. Görüm 6 dənə qeyd eləmişəm, yoxsa məncə 7 dənədir burada. 4, okey. Bu nə deməkdir?
Siz, rəqəmləri sıfırdan F hərfləri arasında verə bilərsiniz. Yəni sıfırdan 9-a kimi və A hərfindən F hərfinə qədər olan ədədləri qəbul eləyir. Məsələn, indiki halda əgər bu rəngin, baxsaq koduna, bilirik ki, onun RGB kodu bu rəqəmlərdən ibarətdir. Amma gəlin hex koduna baxaq. Yenidən qayıdırıq More Color. Və burada RGB kodu əgər budursa, onun hex kodu baxın bu rəqəmə uyğun gəlir. 577 A3C bu formadadır. Sizə indi izah eləyəcəm ümumiyyətlə məntiqi. 0, 255 nədir, 0 və F-lər nə deməkdir və s. Excel-də, yenə deyirəm, təkcə Excel-lə kifayətlənmirəm. Bunu istənilən proqramlaşdırma dillərində, dizaynda və s.də sadəcə biləsiz deyə. Əsas rənglər hansı sayılır? Ağ, qara, qırmızı, yaşıl və göy. Yerdə qalan bütün rənglər sadəcə olaraq onların kombinasiyasından əmələ gəlmişdir. Əgər ağ rəngi təyin eləmək istəyiriksə, bilin ki, ağ rəngin kodu, RGB olaraq ağ rəngin kodu sadəcə olaraq 0-dır. Daha doğrusu, okey, əksinə getdik məntiqlə. 0 qara rəngin kodudur. 000, onun hex kodu da 0000-dır. 6 dənə 0. Bu, bizdə ilkin, belə deyək də, birinci start rəngdir. Ən son həddi isə RGB-də 255-dir. Ona görə mən hər birini, üçünü də 255-ə bərabər eləsəm, hex kodu avtomatik yenə də son hədd olaraq F-ə bərabərdir. Bu da ağa işarə bildirir, işarə edir. Deməli, biz bildik ki, rəng kodlarının ən birinci həddi qaradır, ən sonuncu həddi isə ağdır. Yerdə qalan deməli, kodlar isə onların arasında dəyişir. Digər bir rəng kodu isə sadəcə olaraq Excel-də, deməli, rəng modeli deyək buna, color model, RGB yox, HSL-ə çevirsək. HSL nə deməkdir? Bu daha çox açıqlaması hue, saturation və luminosity deməkdir. Yəni parlaqlığı, effektliyi və işıqlığı və s.dir. Onun da özünün digər kodları var. Baxın, bu forma ilə əgər getsək. Əlbəttə ki, ən çox istifadə elədiyimiz RGB kodudur. Okay. Gəlin bunu Excel üzərində göstərim. Məsələn, verilib belə bir cədvəl. Bu cədvəli qrafikə salıram. Insert menyusundan sadəcə gəlib xətti qrafik hazırlayıram. Baxın, bu formada mənim xətti qrafikim fərqli-fərqli, yəni bu series sayılır. Bunlar fərqli-fərqli rənglərdən ibarətdir. Və deyək ki, bizim şirkətimizin rəng deməli çalarları, brendi nədir, hansı rəngdir? RGB kodu ilə götürsək, bizim rənglərimiz 111, 159, 156-dır. Deməli, bu birinci qrafikin deyək ki, birinci diaqramıdır. İkinci series olsun 226, 216, 165. Üçüncü series isə 222, 196, 132. Okay. Baxaq. Bu nədir? Mən indi izah eləyəcəm sizə. 3 dənə series var. Rəng modelləri budur. Gəlin əvvəlcə rəngləri müəyyənləşdirək. Deməli, hər birinin qarşısında rəngini verəcəm. Keçirik bura. More colors edirəm. Custom. Və gəlin baxaq. 111, 159, 156. Baxın, bu rəngdir birinci series. İkincisinə gəliriksə, deməli, more colors buradan edirəm 226, 216, 165. Okay. Üçüncüsü də burada başlayır. 222, 190, sorry, 222, 196 və 132. Bu belə bir rənglər. Ki, bu bizim 3 rəngimizdir. İndi bu diaqramı hansı 3 rəngi necə eləyə bilərik? Deyək ki, birinci series, Kanada. Seçdim birincini. Üzərində Ctrl 1 düyməsini basırıq. Ctrl 1 düyməsi Excel-də kənarda format menyusunu açır. Gəlirik birinci bura. Fill and. Deməli, fill bölməsinə. Və burada həmin kodu seçirəm. Əslində kodları istifadə etdiyimə görə rəngləri artıq aşağıda görünür. Amma siz yenidən eyni qaydada bunu da buradan tətbiq eləyə bilərsiniz. Mən birinci bu götürdüm bunu.
İkinci series deməli seçirəm yenidən ikinci sütunu. Artıq format menyusu açıq olduğuna görə birbaşa gəlirəm Fill və buradan rəngi təyin edirəm. Deyək ki, olsun bu. Üçüncüsü isə gəldik, seçdik yenidən bu hissədən və digər rəngi götürürəm. Bu mənim yenə də dediyim kimi sırf şirkətimin rəng modelinə, loqosuna uyğun olan qrafikdə və s. Loqo rəngləridir. O şəkildə. Bonus olaraq sizə bir cədvəl təqdim eləyəcəm və bu ilə də izah eləyəcəm, deməli, yenidən məntiqini. Belə bir cədvəldir, internetdən də yükləyə bilərsiniz. Bu Excel-dəki rənglərin kodlarıdır. Hex kodu, deməli, RGB kodları baxın yazılıb. Color 1, Color 2 dediyim kimi qara və ağ rənglərdir. Hex olanda burada ümumiyyətlə nəyə fikir verin də. Əgər Red, Green, Blue üçü də 0-dır və 255-dir. Bu formada qalır. Əgər reddə 255 təkcə, yəni ən sonuncu simvol hardadısa, digərləri 0-dırsa, deməli ancaq həmin rəngi biz alacağıq. Yəni nəyi demək istəyirəm? Deyək ki, RGB-də red, green, blue, düzdürmü? Burada əgər biz, deməli belə olur, red, green və blue. Əgər reddə 255 qoyub digərlərinə 0 qoyuruqsa, bu deməkdir ki, rəngimiz qırmızı rəng olacaq. Əgər burada red də 0-dırsa, blue da 0-dırsa, green təkcə 255-dirsə, bu deməkdir ki, bu rəng yaşıl rəngdir. Yox, əgər burada red də 0-dır, green də 0-dırsa, təkcə blue-da 255 varsa, yəni sonuncu hədd, ən böyük rəqəm hansıdırsa, bu deməkdir ki, mavi rəngdir. Bu formada gedirik. Yox, əgər bir dəfə də edək bunu, göstərim yenidən. Yox, əgər üçü də 0-dırsa, bayaq dediyim kimi qara rəngdir. Yox, əgər hamısı 255-dirsə, bu deməkdir ki, bunlar ağ rəngdir. Yerdə qalan digər rənglər sadəcə bunların arasında dəyişir. Məsələn, baxın bənövşəyi rəngə. Sadəcə burada qırmızıya 255 qoyulub və blueya 255 qoyulub. Green yoxdur. Yəni, bənövşəyi rəng qırmızı ilə göyün qarışığından ibarətdir. Burada yaşıl çalar yoxdur. Və yaxud color 8, yəni bu mavi, neon mavi rəngi deyək də, orada qırmızı çalar yoxdur. Sadəcə olaraq green və blue, yaşılla mavinin qarışığından ibarətdir. Bunu bu formada, yəni sırf məntiqi işə salaraq da siz kodlardan, rəng kodlarından istifadə eləyə bilərsiniz. Burada çox müxtəlif rənglər var. Bu formada rənglər var. Hətta biraz uzağa getsək, yəni daha belə deyək də, Excel-in çox maraqlı əslində Excel-də gözəl triklər var. Mən bunları sizə çatdırmağa səbirsizlənirəm. Custom format bilirik necə yaranır, düzdürmü? Custom formatda adətən rəngdə verə bilərik ki, məsələn, mənfi olan zaman onu qırmızı rəngə boya və yaxud müsbətlər olanda onu yaşıl rəngdə elə və s. Bunun üçün mütləq şəkildə rəng kodlarından anlayışınız olmalıdır. Məsələn, belə bir şey eləyək. Tutaq ki, mən bir xanada qeyd eləmişəm müsbət ədəd, digərində yazmışam mənfi ədəd. Baxın burada. Və buna custom format verəcəm. Necə? Seçdim. Ctrl 1 düyməsi ilə yenidən Format Cells komandasını çağırıram. Pəncərə açılır. Custom-a keçirəm. Gəlin burada custom formatı yazaq. Düz mötərizədə mütləq yazırıq rəngin adını. Konkret rəngləri bilirəmsə, bunu belə yaza bilərəm. Red. Və yaxud gəlin belə yazaq. Custom formatda bilirik ki, ilk yerdə biz müsbət ədədləri yazmalıyıq. Ona görə düz mötərizə içində hələ ki, müsbət ədədi hansı rəngdə görmək istəyirəm? Yaşıl rəngdə. Yazıram bunu, green. Və gəlin belə olsun da, deyək ki, DS vergülü ona görə eləyirəm ki, minlikləri ayırsın. Baxın, bu formada artıq görsənir burada, minlikləri ayırır və desimal olsun. Məsələn, nöqtədən sonra bir dənə yuvarlaqlaşdırsın, onluq vahidi gəlsin. Bu bizdə müsbət ədədlərdir. Nöqtəli vergül qoyub artıq keçirəm mən mənfi ədədlərin formatlanmasına. Mənfi ədədi görmək istəyirəm qırmızı rəngdə. Düz mötərizənin içində yenidən red yazıram. Okay? Və eyni formatı mənfilər üçün də yazıram. Bu şəkildə. Gəlin hələlik OK düyməsini basaq. Burada nə gördük? Deməli, müsbət olanda yaşıl olur, mənfi olanda qırmızı olur. Və yaxud əksinə indi burada, məsələn, belə bir forma yazsam, bu da qırmızı rəngə düşəcək, mənfini bildirir.
Amma mənim deyək ki, bu yaşıl lazım deyil. Yəni mən müsbəti bu yaşıl kimi görmək istəmirəm. Çox göz yorucu bir yaşıldır. Baxa görə bizdə burada hansısa bir yaşıl rəng varmı bizə uyğun gələn? Bu zaman artıq custom formatın içində green və yaxud red sözündən istifadə eləmirəm. Buna görə mən artıq, baxın bax burada, düz mötərizənin içində color 10, color 20, color və s. artıq kodla qeyd eləyirəm. Məsələn, bizə lazım olsun color 10. Okay, müsbət ədədi bildirmək üçün. Custom formata keçəndə sadəcə burada green sözünün yerinə color 10 qeyd eləyirəm. Və bu artıq sırf mənim istədiyim həmin kodu verir. Bunu deməli, kommentlərdə qeyd eləyə bilərsiniz. Sizə bu formanı göndərim. Rahat şəkildə Excel cədvəllərinizdə istifadə edin. Ümid eləyirəm video faydalı oldu. Bizi izləməyə davam eləyin. Sağ olun.